Salam dostlar, bugün bir-iki məsələdən danışacağım sizə və heç şübhəsiz ki, İlham Əliyev haqqında danışacağım. Çünki bu ölkənin bütün baş vermiş faciələrinin səbəbi İlham Əliyev. 2003-cü ildə atasından hakimiyyəti götürüb, seçki saxtakarlığı ilə, azadlıq meydanında qətl törətməklə, minlərlə insanı həbsə atmaqla və ondan bu yana o prezident kreslosundan əl çəkmir. Yəni dünyada tək adamlardan biridir ki, 23 ildən artıqdır hakimiyyətdədir. Və mütəmadi olaraq seçkiləri saxtalaşdıraraq hakimiyyətə gəlir, ölkə it günündədir, korrupsiyaya görə biz dünyada birinci yerdəyik, neftdən, qazdan tutmuş fındığa qədər, kənd təsərrüfatına qədər, ticarətə qədər hər yer bunun əlindədir. Sərhədləri bağlı saxlayıb, milyardlar qazanır. Etiraz edən adamlar həbsdədir, siyasi rəqiblərini qətlə yetirir, həm ölkə daxilində, həm ölkə xaricində müxalifətçiləri. Xaricdə olanlar oğurlayıb gətirib. Bu gün də bir neçə bloger haqqında qiyabi həbs qərarı çıxarıb. Ona görə ki, həmin blogerlər İlham Əliyevin qətillərindən danışdılar, İlham Əliyevin korrupsiyasından danışdılar, İlham Əliyevin oğurluğundan danışdılar, İlham Əliyevin repressiyalarından danışdılar. Dünən Saatlıda bir ailə faciəsi baş verib. Bir ailə bədbəxt olub dünənləri. Sərxanbəyli kəndində kombayn körpünün uçması nəticəsində çaya düşüb və sürücü Nurlan Kərimli həyatını itirib. Heç bir təbii fəlakət baş verməyib. O çayın üzərində sel də keçməyib və heç bir belə deyək ki, bomba da qoyub patlatmayıblar körpünü. Körpü də böyük Gürsulu bir dağ çayının üzərindədir, bir kanalın üzərində tikilmiş körpüdür. Körpü uçub. Dünən qazetçi, siz Facebook'da, TikTok'da, YouTube'da bir qazetçi axtarışı versəz, o səhifə tapılacaq, yeni mediadır. Qazetçi dünən baş vermiş bu faciə ilə bağlı balaca bir araşdırma aparır. Qazetçinin jurnalistləri. Məlum olub ki, 2023-cü ildə Sərxanbəyli kəndinin sakinləri yollarının bərbad olması, körpünün qəzalı vəziyyətdə olması ilə bağlı videolar çəkib birləşdi. Və Prezident İlham Əliyevə eyni zamanda Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciət ediblər. Facebook'dan müraciət ediblər. İlham Əliyev hər dəfə deyir ki, mənə siqnal göndərin. Korrupsiya barədə, oğurluqlar barədə, qanunsuzluqlar barədə. 2023-cü ilin 2 noyabr tarixində, 2 il bundan əvvəl, 2 il 1 ay bundan əvvəl Sərxanbəylidən İlham Əliyevə siqnal verildi. Körpü qəzalı vəziyyətdədir. Və videoda deyilir ki, burada hər an faciə baş verə bilər. Burada hər an ölüm hadisəsi baş verə bilər. İlham Əliyev o siqnalı qəbul etməyib. Yəqin antenaları tutmuyor. Ya da vecinə almıyor. Mən hesab edirəm ki, İlham Əliyevin antenaları tutur. Amma vecinə deyil. Çünki orada əhali keçir, xalq keçir. Məsəl üçün, İlham Əliyevin Sərxanbəylidə bir obyekti olsaydı, o körpünü düzəldərdilər. Sərxanbəylidə İlham Əliyevin obyekti, torpaq sahəsi, oteli olmadığına görə o körpü düzəlmir və dünən faciə baş verir. 2 ildən artıqdır ki, bir kəndin, bir böyük kəndin, Sərxanbəyli balaca da kənddə öyrənmişəm mən. Olmamışam Sərxanbəylidə, amma öyrənmişəm. Bir kəndin yolu düzəlməyib, bir kəndin körpüsü düzəlməyib. Adam öldü. Dünən başqa bir hadisə oldu. Bax, burada Sərxanbəyli kəndinin yolu düzəldilmədiyi halda, o körpü düzəlməyib, bir insanın ölümünə səbəb oldu. Bir ailə, bir nəsil bədbəxt oldu dünənləri. Adam ölüb. Bir ailə başçısıdır. Bir evin oğludur. Bir ananın övladıdır. İlham Əliyevin laqeydliyindən, Azərbaycan hökumətinin YAP hakimiyyətinin eşşəkliyindən adam öldü. Pul tapmadılar o yolları təmin etməyə. Pul ayırmadılar o körpünü inşa eləməyə. Bəlkə də o yola, o körpüyə milyonlarla pul silinir sənədlərin üzərində. Nə bizim xəbərimiz var, nə Sərxanbəyli kəndinin cəmaatının xəbəri var. Çünki indi artıq tenderlərdə gizli saxlayırlar, xəbərimiz olmur. Dünən başqa bir hadisə baş verdi. Sərxanbəyli kəndinin yollarını düzəltməyə pul tapmayan,
körpüsünü təmir etməyən İlham Əliyev Ağdamda özünün ikinci otelinin açılışını elədi. Dünən Ağdamda ailəsini də yığıb başına İlham Əliyev ad günündə Hilton Garden in Ağdam adında otelinin açılışını elədi. Bəh, böyük bir dənə otel. Ağdam adamlar köçmür, Ağdam təmir olunmayıb, Ağdamda torpaq islahatı aparılmayıb. Ağdamda insanlar, bax bu otel adamların mülkünün yerində inşa olunur. Bax orada müharibədən əvvəl Ağdamlılar yaşayıb. O adamlardan soruşmayıblar ki, sənin ata yurdunda otel tikirik. Tikiblər oteli, dünən açılışı da oldu. Binalardan, Ağdam şəhərindən əvvəl İlham Əliyevin otelləri, İlham Əliyevin şirkətləri açılır. Bu Ağdamda açdığı ikinci otel, keçən il Ağdam City oteli açmışdı. O oteldə, bax Ağdamlıların, ata-baba yurtlarının, həyət evlərinin yerində tikilmişdi. Zəbt elədi İlham Əliyev. O Ağdamlılar ki var ki, onların ata-baba yurtlarında, doğulduqları evlərin həyətində otellər tikilib. Bax, o adamlardan ötürü Əliyevlə işğalçı ermənilərin, Kaçaryanın, Sarkisyanın heç bir fərqi yoxdur. Onlar da gəlib bu adamların evlərini, yurtlarını viran qoymuşlar. İlham Əliyev də gəlib viran qoyub. Yerinə özünə otel tikib. İlham Əliyev bütün Qarabağı işğal edib, bütün Qarabağı işğal altında saxlayıb. Adamlara 3 sot, 2 sot, 1 sot torpaq, 5 sot torpaq verir belə. Bir-birinin içində evlər tikir, bir-birinin içində binalar tikir ki, özünün şirkətlərinə, özünün kənd təsərrüfatı şirkətlərində daha böyük torpaq sahələri qalsın. Daha böyük yerlər qalsın. İlham Əliyevin bu görməmişliyi, bu korrupsiya siyasətinin nəticəsində Azərbaycan insanları sürətlə ölkəni tərk edirlər. Sürətlə ölkəni tərk edirlər. Rusiyaya gedirlər, indi Avropaya gəlirlər. Həddindən çox mən Azərbaycanlılar görürəm ki, Polşa vizası ilə, nə bilim, Pribaltika ölkələrin vizası ilə gəlirlər, qaçaq Almaniyada işləyirlər. Burada qeydiyyata düşə bilmirlər, ağır işdə işləyə bilmirlər, rəsmi işdə işləyə bilmirlər. Bunlar qara işləyirlər, bir çox hallarda bunların pulunu vermirlər. Bunlar hətta kirayə ev tuta, qalmağa, nə bilim, otel tuta bilmirlər, çünki bunların sənədləri yoxdur. Və təhlükəlidir belə adamla otelə getmək. Məsələn, polisə zəng edib deyə bilərlər ki, burada sənədi olmayan qaçqın var bir dənə, qaçaq var bir dənə. Polis gəlib tutub onu deport edə bilər. Çox ağır vəziyyətdə burada işləyirlər, ailələrində pul qazanırlar. Azərbaycanlılar İlham Əliyevin oğurluğu, korrupsiyası sayəsində gedib Rusiya ordusunda muzla vuruşub, Rusiya ordusunda pulla vuruşub həlak oldu. Bax, yenə qazetçi dekabr ayı üçün monitorinqini aparıb, medianın, sosial şəbəkələrini. 12 nəfərdən çox Azərbaycanlı Rusiya ordusunun tərkibində Ukrayna müharibəsində ölüb yaxud itkin düşüb. Minlərlə Azərbaycanlı öldü Rusiya ordusunun tərkibində Ukrayna cəbhəsində. Bir çox hallarda bunu heç mediaya zada çıxartmırlar, gizli saxlayırlar mediaya. Bilirsiniz nəyə görə gizli saxlayırlar? İlham Əliyev istəmir bu xəbərlər ortaya. Birincisi ona görə ki, insanlarda sual yaranır ki, niyə bu qədər neftlə, qazla, zəngin, bərəkətli torpaqları olan ölkə, özdə biz nə qədər adamıq ki, cəmi 10 min nəfər, 10 milyon adamıq. Niyə bu ölkənin vətəndaşı gedib muzla vuruşmalıdır, nayomnik olmalıdır, gedib ölməlidir? Birincisi bunu istəmir ki, insanlar bu sualları hətta öz-özlərinə versinlər. İkincisi, Azərbaycan Respublikasının qanunvericiliyinə görə xarici ölkənin silahlı birləşmələrində xidmət eləmək qadağandır. Bu adamlar haqqında cinayət işi açılmalıdır. Azərbaycan hökumətinin nümayəndələri televiziyada, başqa yerlərdə çıxış edib deməlidirlər ki, ay cəmaət, ay gənclər, getməyin Rusiyada müharibəyə. Bunu da eləmirlər Rusiyanın qorxusundan. Amma deyim sizə, Özbəkistan, Qazaxıstan, Qırğızistan, Tacikistan, bu ölkələr Rusiya ordusunda xidmət edən adamlar barədə cinayət işi açır. Bu adamları həbs edir. Və onların milli televiziyalara, onların dövlət mətbuatı insanlara xəbərdarlıq edir ki, getməyin Rusiya ordusu. Rusiya ordusu işğalçı ordusu, getməyin, ölməyin Rusiyada. İlham Əliyev bunu demir. İlham Əliyev yalandan
bir yaradıb orada. Özü üçün bir hale yaratıb gör Rusiya ilə mübarizə aparır. Yox, Rusiya ilə heç bir mübarizə aparmır. Rusiya ilə mübarizə aparan adam Rusiya ordusunda xidmət etməyə qoymaz insanları. İnsanlara elan edər ki, Rusiya ordusunda xidmət eləmir. Niyə Azərbaycan vətəndaşı getməlidir Rusiyada işləməyə, onu bazardan tutub məcbur göndərməlidirlər Ukrayna cəbhəsinə. Bunu şərləməlidirlər, tutmalıdırlar, sonra da deməlidirlər ki, türmədə yatınca get müharibədə vuruş, bəlkə sağ qalasın. Biz hər gün Rusiyadan ölüm xəbərini eşidirik müharibədə. Və bu belə davam edərsə, müharibə dayanmazsa, Rusiya ordusu sıralarında ölən Azərbaycanlıların sayı 2-ci Qarabağ müharibəsində olan şəhidlərin sayını üstələyəcək. İndi təxminən 1500-2000 nəfərə yaxın adam ölüb bu müharibədə Rusiya tərəfdən, təxminən o qədər adam da yaralanıb. Bax, bir nəfər Rusiyada xidmət edən Nəcəfzadə adında bir Tərtər sakini müsahibə deyib ki, mən banka borcumu ödəmək və xəstə uşağıma baxmaqdan ötürü müharibədə iştirak etmişəm. Və mən içimdə olan bütün insanlıq duyğularımı bastırmışam. Bax, bu adam deyir bunu, bax. Bu dəhşətli bir şeydir. Dostlar, bu dəhşətli bir şeydir. Ki, vətəndaş deyir ki, mən bütün hisslərimi, bütün duyğularımı bastırmışam. Öz xəstə uşağıma baxmaqdan ötürü. Gedib Ukraynada Rusiya ordusunda vuruşub. Ondan əvvəl də şeydə xidmətləyib bu adam, işləyib. Azərbaycanda müharibədə iştirak edib 2-ci Qarabağ müharibəsindən sonra Minalardan təmizləmə agentliyində işləyib, orada haqsızlığa məruz qalıb, bu ilə bağlı mətbuatda çıxış edib. Onu prokuraturaya sıxıblar, onu incidiblər, onu divara diriyiblər və məcbur olub gedib Rusiyada işləmək Tataristanda. Oradan da gedib orduya vuruşmaq. Bir il vuruşub, orada yaralanıb, ağır yaralanıb. Ukrayna dronları ilə vurublar bunu. İndi də xəstəxanadadır, hospitaldadır. Müsahibə verib deyir ki, mən mənim məqsədim övladımı sağaltmaqdır. Mənim içimdə heç bir insanın hissləri qalmır. Bax belə, insanların içindəki insanın hissləri qopardan İlham Əliyevdir. Və İlham Əliyevin bu azğınlığına göz yuman Azərbaycan xalqı cəzalanıb. Və bu cəzaya görə özümüz günahkarıq. Çünki bir ailəyə qarşı duruş gətirəmirik. Biz bu ailəni Azərbaycan hakimiyyətindən rədd etməliyik. Qorxmamalıyıq, birləşməliyik. Necə ki, Qarabağ müharibəsində qorxmadan vuruşurdu. Necə ki, Rusiya, Ukrayna ordusuna qorxmadan gedib vuruşursun. Eləcə də küçəyə çıxıb öz azadlığımız uğrunda vuruşmalıyıq. Öz haqqımız uğrunda vuruşmalıyıq. İlham Əliyev bütün Azərbaycan iqtisadiyyatını ələ keçirir. Qarabağda insanlar köçürülmür, amma İlham Əliyevin şirkətləri işləyir. Bilirsinizmi? Türkiyədə artıq qanun qəbul ediblər ki, Qarabağda istehsal olunan məhsullar vergidən azad olsun. Bilirsinizmi qanun nəyə görə qəbul olunub? O qanun ona görə qəbul olunubdur ki, Qarabağda istehsal edən kimdir? İlham Əliyevdir. Və onun yanında Erdoğandır. İlham Əliyevlə Erdoğanın məhsulları Türkiyədə vergidən azad olunurdu. Qarabağ adıyla, Qarabağlıların adıyla, bizim adımızla. Güya işğaldan azad olunmuş regionların iqtisadiyyatına yardım məqsədi ilə. Halbuki işğaldan azad olunmuş regionlarda Əliyevlə və Erdoğandan başqa heç kəsə heç nə tikə bilmir. Adamlar öz atapba torpaqlarını ala bilmir. Orada torpaq islahatı keçirmirlər. Zəbt ediblər hər yeri. Oğrudur İlham Əliyev. Və bu oğruya qarşı birləşin deyirəm. Bu oğruya qarşı mübarizəyə qalxın deyirəm. Özümüz üçün, övladlarımız üçün, gələcəyimiz üçün bu oğru rejimlə mübarizə aparmalıyıq. Qorxmamalıyıq. Çünki bunlar bir ovucdular, bizsə 10 milyon.